6 sot, 5 otaq, nəqd 21 min. Nəqd 21 min. 6 sotda 5 otaq, nəqd 20 min. Qazı, işığı, suyu, hamısı. Yola bax. Yola bax. 2 mərtəbə, 5 otaq, 6 sot. Torpağın qiyməti. Nəqd 21 minə belə şey var. Bax, yol da buradadır. Bir dəqiqə yıxılacam. Yol da bax buradadır. Buna bax. Ev təmirsizdir. Əslində əvvəllər bu evdə yaşayış olur. Hamını salamlayıram, xanımlar və cənablar. Bax, bütün sayğacları var. 6 sotdadır, 5 otaqdır, 21 min. Elə isə beləcəkən ki, torpaq alırsan da, yəni tikili, yəni məncə adı demək olmaz, amma elə isə torpaq alsan. Bax, elə bura bilərsən ora. Ha, burada bir dənə böyük zal kimi istifadə olunub, qoşadaşdır. Periqalotkalara qədər qoşadır. Ortalara qədər qoşadır. Amma proyekt geçən proyekt olmalıdır. Buranın da ev yiyəsi deyir ki, şifri vurub verəcəm. Yəni, belə pismasın. Evdə əvvəllər çox ideal bir ev olub. Evin içində yanğın baş verdiyi üçün ev yararsız hala düşüb. 5 otaq olub ev, qanuni 5 otaq. Bu pilləkənimizdir. Yavaş, 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 yavaş. Qanuni 5 otaq. Bir dənə heç nə, panoramaya bax. Yəni, bu evi almağa dəyər. Yəni, kimsə fikirləşəcək ki, ay belə, yox, o səbəb yoxdur. 6 sotda 5 otaq öz istəyi ilə satır. Bax, buradan çıxdım, bir dənə buna bax. Hara getdi? Haradasan? Ha. Bir dənə buna bax. Burada çay içmək, hətta gör nə qədər hündürlüşür. Mərtəbənin krişmasını göstərmək. Bax, burada yoldur, bax, maşın yolu. Hara da, ödə qədər, ha. Maşın yolu. Qiymət nəqd 21 min. Qazın da sayğacı var, şığın da var, suyun da var. 21 min verirsən, sənə belə bir möhtəşəm təklif edirlər. Sağ olun, var olun, amma 6 sot 5 otaq 2 mərtəbə zarafat.